Salam aleykum, bir daha hər vaxtınız xeyir. Uzun fasilədən sonra nəhayət ki 6-cı dərsimizə də keçirik. 6-cı dərsdə yeni hərəkət öyrənəcəyik inşallah. Deməli, hərəkətimiz asan hərəkətdir. Birinci orijinal variantda, yəni orijinal vəziyyətdə göstərim. Düz və yandan. Əlləri də, birinci əlsiz eləyəcəm, sonra əlləri də əlavə eləyəcəm. Sonra öyrənəndə başa salacağım nə necə olur. Şimdi ise hərəkəti təfərrüatıyla başa salım ki, tam aydın olsun. Həm düz, həm də yandan göstərdim ki, hərəkətin necə icra olduğunu rahat aydın görə biləsiniz. Deməli belə, biz sizlə birinci dərsdə ütüləmə hərəkətini keçəndə danışmışdıq ki, ütüləmə hərəkəti həm özü ayrıca bir hərəkət kimi mövcuddur, həm də o biri hərəkətlərin içində, yəni artıq ikinci plana keçir. Hərəkətin ikinci hissəsində ayaq dəyişmə elementi kimi, yəni köməkçi hərəkət kimi istifadə olunur. Deməli, yandan göstərim birinci. İkinci dərsdə belə bir hərəkət vermişdim. Ütüləmə ilə dönürdük və pəncəni vurub açırdıq. Orada sizə başa salmışdım ki, dizi vuranda arkaya, diz bükülüb dəyir və bükülüb açılır. Belə də həm rahat olur, yəni gələcəkdə yüksək tempdə rəqs eləyəndə hərəkətin icrası daha da rahat olur, həm də gözəl olur. Hərəkət özü baxımlı olur. İndi isə biz yəni birinci ütüləmə deyil də birinci pəncə açmaq hərəkəti olacaq, ütüləmə ikinci planda ayaq dəyişmə elementi kimi olacaq. Deməli, ayaq, birinci sağ ayağını mən göstərim, yandan. Ayaq bükülüb, vurulur. Yana, çox dərinə aparmaq lazımdır, yana açmaq da lazımdır. Ayağın düz yanına, bura. Parmaqlarımızın ucunu vururuq və bükülüb yenidən qaytarırıq başlanğıc vəziyyətinə. Və buradan ütüləmə eləyirik, ayağımızı dəyişirik, sol ayağa gəlir. Buradan yenə büküb vururuq yerə, büküb açırıq. Ütüləmə ilə yenidən qaytarırıq sağ ayağa. Bir şey deyim, belə bir səhv eləməyim. Sağ bükmədən birbaşa arxaya aparanda, onda belə bir sürüşmələr ortaya çıxır. Onda müvaziməti itirirsiniz də, yəni ki, tarazlıq pozulur, yıxılma ehtimalı çoxalır. Və həmin o səhv, hərəkətin səhv icrası həm də ayağın səhv yerə vurulmasından da meydana gələ bilər. Çünki ayağı barmaqların ucunu yuxarıdan aşağı vurmayanda, yəni pəncəni vuranda, diz biraz açılır. Açılanda o biri dizlə təmas edir və yəni ki, yıxılma ehtimalı çoxalır. Ona görə bu sözün əsl mənasında yerə vurulmuş zəif də olsa bir zərbədir. Yəni ayağı büküb yuxarıdan aşağı vururuq və qaytarırıq. Ütüləmə. Büküb vururuq və qaytarırıq. Ütüləmə. İndi mən hərəkəti yavaş göstərirəm deyənə, siz fikir verirsiniz ki, 1-2-də mən tullanmıram. Amma əgər fikir verirsə, hərəkəti orijinal vəziyyətdə göstərəndə 1-2-də belə bir tullanmalar var idi. Çünki bu çox sadədir. Yəni ki, rəqslə çox uzun tanışlıq olmasa belə, həyatınızda yəni ki, yerimək, yəni gəzmək və qaçmaq kimi bir yəni ki, hərəkətlərlə tanışsınız. Yeriyəndə biz tullanmırıq və dabanlar yerinə təmas edir. Amma qaçanda surət böyür və rahatçılıq üçün belə bir amortizasiya var və dabanlar yerinə təmas eləmir və belə bir tullanma meydana gəlir. Ona görə rəqs eləyəndə də rahatçılıq üçün dabanları yerdən qopardırıq pəncə üzərində və tullanaraq hərəkəti icra edirik. Onda siz hərəkəti daha aydın hiss edirsiniz və rahat olur. Belə, deməli, bir də göstərirəm. Ayağı büküb vururuq dayaq ayağın pəncəsinin yanına çöl tərəfdən və büküb qaytarırıq. Ütüləməklə keçdik sol ayağa. Büküb vururuq yerə, büküb qaytarırıq. Ütüləməklə keçdik
Sağ ayaq. Qarşıdan da göstərim. Ayağımızı açırıq. Büküb vururuq yana. Bu rakursdan rahat görürsünüz ki, ayağımı yana aparmır. Ən rahat şəkildə. Bir büküb açıram, yenidən qabağa. Ütüləməklə keçirəm sol ayağı. Və yenidən büküb vururam yana, büküb qaytarıram. Ütüləmə. Sonra fikir verdiksə, mən hərəkəti 4 dəfə əlsiz, 4 dəfə əllə elədim. Yəni, hərəkəti icra eləyəndə tutalım. Rəqs eləyən zaman 8 dəfə eləyirsiniz, 4 dəfəsində, məsələn, əlsiz eləyirsiniz, 4 dəfəsində elə bil ki, daha da rəngərəng olması üçün, baxımlı olması üçün əlləri əlavə edilir. Burada əllər çox sadədir. Bir sayında ayağımızı vuranda, yəni sağ ayağımızı vururuqsa, sol, əks ayağımızı, daha doğrusu əlimizi bükürük. Və açanda yenidən qayıdır. Bu, yəni ki, bu prinsip çox rahat prinsipdir. Niyə? Biz gəzəndə də həyatda sağ addımımızı atanda sol əl qarşıya, yəni bu tarazlıq üçündür. Bir də göstərirəm. Bir sayında sağ ayaq vuranda sol əli bükürük və 2 sayında əli də ayağı da qaytarılır. Ütüləmədə əllər üçün eləmir. Yenə bir sayda sol ayaqla sağ əl bükülür və qaytarırıq yerinə. Ütüləmə. Hərəkət çətindir, çox rahatdır. Hərəkəti eləyəndə bu bükmə yaddan çıxmasın. O hərəkəti həm baxımlı edir, həm də rahat edir. Bir daha musiqi ilə göstərirəm və düşünürəm ki, yetərincə məlumatlandırdım. Bu dərslikdə bu qədər. Düşünürəm ki, yetərincə məlumat verdim. Yəni, yerdə qalan qamətdir, ütüləmənin icra olunmasıdır və s. Birinci, ikinci dərsləri izləyənlər ki, onu aydın görə bilər. Və dediyim kimi, dərsləri ardıcıllıqla izləmək lazımdır. Yəni, birbaşa tutalım 6-cı, 5-ci dərsdən başlamaq olmaz. Çünki bizim bunların hamısının təməli birinci dərslərdə qoyulur. Diqqətinizə görə təşəkkür edirəm. İnşallah növbəti dərslərdə görüşənə qədər. Sağ olun.